Ceyranatında biri var. Bu qardaş da yaxın operlər. Həm o gün mənə də deyirdi. Adil mənim bəs söyləyir. O vaxt zamanı Suriyalıdır, yəni ki, orada cihadlar. Bizim bu hamısı toşuqda bir nə deyirsə, yəni deyən şeyi deyib demişik. Deməyən şeylər deməmişik. Yəni o yalanlar, o vaxtı bilim çıxanda bax Şeyx Lüheydan, bir çox şeyhləri cihad. Bir çox şeyhləri cihad. Bir çox şeyhləri cihad. Biz alimlər deyənsimiz kimi ki, bu var. Amma sonra da görürlər ki, bu başqa söhbətdir. Yəni deyirlər ki, o fitnədir. Deyəndə demişdik ki, cihaddır və deyən fitnədir. Deyəndə demişdik ki, cihaddır və deyən fitnədir. Deyəndə demişdik ki, cihaddır və deyən fitnədir. Və həmçinin, həm Şeyx Lüheydan və hətta deyilmişdik ki, birinci 3-dən 2'niz qırılsanız da, yəni millətin 3-dən 2'si qırılsa da yenə vuruşmalısınız. Və hətta deyilmişdik ki, birinci 3-dən 2'niz qırılsanız da, yəni millətin 3-dən 2'si qırılsa da yenə vuruşmalısınız. Çünki başqa söhbətlər var orada, ona görə olacaq konkret fətva verilmişdir. Çünki başqa söhbətlər var orada, ona görə olacaq konkret fətva verilmişdir. La a'rifu hizbiyen la yakzib. Bütün hizbiler yalancıdır. Bütün hizbiler seleften başka bir akideye, bir menhece nispet olunanlar yalan danışanlardır.